Salam əziz izləyicilər. Vəkil kimi məhkəmə təcrübəmdə ailə mübahisələri və boşanmalarla bağlı çox sayda işlərlə qarşılaşıram. Bu proseslərin hüquqi tərəfini görsəm də, onların arxasında ciddi psixoloji səbəblərin dayandığını da müşahidə edirəm. Bu səbəbdən psixoloq Elmir İskəndərovu dəvət etmişəm və ailə münasibətləri barəsində müzakirə edəcəyik. Eyni zamanda qeyd etmək istəyirəm ki, Elmirlə həm də mən bir sinifdə təhsil almışıq və ünsiyyətimizin daha səmimi olacağına inanıram. Elmir, salam, xoş gəlmisən. Təşəkkür edirəm ki, bugün şənbə günü vaxt ayırdın və mənim dəvətimi qəbul edib iştirak edirsən burada. Çox sağ olun. İlk sualımı vermək istəyirəm. Elmir, səncə ailələrin dağılma səbəbi nədir? Yəni insanlar harda səhv edirlər? Təşəkkür edirəm. Deməli, əlbəttə ki, hər bir ailənin özünə görə problemləri olur. Bunlar spesifikdir, xüsusidir. Sadəcə birinci növbədə bəlkə işlətdiyimiz ifadəyə öncəliklə bunu dəyişmək lazımdır məncə. Ailə dağılması çox ağır bir ifadədir. Və biz işlətdiyimiz ifadəyə görə sonra o ifadəyə uyğun duyğu yaşayırıq. Bu dərin və daha negativ bir ifadə olduğuna görə mən təklif edirəm ki, bunu ayrılma və ya boşanma ilə əvəz eləyək. Çünki ola bilər ər və qadın, ər və arvad bir-birindən ayrılırlar. Amma burada uşaq faktoru da var. Yəni bütün ailəmi dağılır, bütün ailənin dağılmaması üçün, yəni sanki hərənin bir tərəfə pərən-pərən düşməməsi üçün biz gərək bu ifadəni işlədək ki, sadəcə olaraq həyat yoldaşları artıq birlikdə yaşamamağa qərar verirlər. O ki, qaldı bunun səbəblərinə. Əslində ayrılmanın səbəbi, daha doğrusu ayrılmanın özü bir nəticədir. Əslində səbəb o son nöqtə deyil. Bəzən silsilə şəklində bunlar gəlir, ancaq tərəflərin biri və ya hər ikisi məsələni görməzdən gəlirlər. Bir sıra məsələlər var, amma onlar bunu görmək istəmirlər. Gözlərini bağlayırlar və elə bilirlər ki, hər yer qaranlıqdır. Yəni mən nəyi qeyd eləmək istəyirəm? Ünsiyyət məsələləri əsasən çətin hesab edirəm ki, çətindir bu şəxslər arasında. Yəni məhkəmələrdə də nəyi müşahidə eləyirəm ki, tərəflər bir-biri ilə ünsiyyətə, kontakta çox çətin girirlər. Yəni bir-birinə aqressiya duyğuları daha qabarıq görünür. Yəni eşitmək istəmirlər. Ola bilərmi ki, burada həm xarakterin toqquşmaları və digər faktorlar, yəni bir-birlərinin belə deyim, hörmətin artıq olmaması. Mən hesab edirəm, hətta mənə də yaxınlaşanda ki, bəs Nigar xanım boşanmaq istəyir və s. mən ən birinci o sualı verirəm ki, burada hörmət qalıb ya yox. Çünki hörmət axırıncı hesab edirəm ən son pikdir. Əgər hörmət yoxdursa, təbii ki, o ailənin qalmağının da mənası yoxdur. Amma ünsiyyətin çətinliyi, tərəflərin bir-birini anlamamağı, anlamaq istəməməyi və öz dediklərinin son sözlərinin belə deyim sübut eləmələri və s. hesab edirəm ünsiyyət problemləri ən qabarıq bir faktorlardan biridir. Doğrudur, əlbəttə ki, bəli. Birinci növbədə aradakı o ünsiyyət, o pərdə, dediyiniz kimi o hörmət, bunlar hər daim qorunmalıdır. Baxın, biz bir-birimizlə hər hansı bir mövzuda ola bilər ki, anlaşmayaq. Ola bilər ki, fikirlərimiz üst-üstə düşməsin. Burada nəinki heç bir problem yoxdur. Hətta bu bir zənginlik sayıla bilər. Nə gözəl. Sən fərqli tərəfdən baxırsan, mən fərqli tərəfdən baxıram. Eyni tərəflərdən baxsaq, həmişə eyni şeyləri yaşayacağıq. Bəli. Bu da sıxıcılıq, monotonluq olar. Elə lap yaxşı da, sən başqa bir tərəfdən bax, mən başqa bir tərəfdən baxım. Sadəcə olaraq bizdə problem odur ki, hamı haqlı çıxmağa çalışır deyə, hamı qarşı tərəfdən gözləyir deyə. Heç kim məsuliyyəti kompromisə heç kəs getmək istəmir. Bəli. Heç kim o xarakter deyilən şey nədirsə, o şəxsiyyət deyilən şey nədirsə, o mənlik deyilən şey nədirsə, ondan bir addım belə uzaqlaşmaq istəmir deyə hər şeyi qarşı tərəfin üzərinə köçürür, bütün problemlər ondadır və o nəyisə həll eləsin. Amma əslində heç kəs ideal deyil.
Yəni ideal insan yoxdur. Sadəcə olaraq bu xarakter bir-birlərinə belə deyim, güzəşt etməyi öyrənməlidirlər əgər cütlüklər. Mən və bunların ilkin olaraq bu xarakterlərin belə deyim, üst-üstə düşməməsi ilkin etapda bunların şəxslərin bir-birlərini tanımamaqlarından irəli gəlir. Məsəl üçün nəyi qeyd eləmək istəyirəm? Bu dədə-babadan nişanlılıq dövrü, tanıma dövrü əbəs yerə olmayıb. Yəni insanlar bir-birini tanımalıdırlar və ən azından fikirləşməlidirlər ki, mən bu şəxslə yaşayacağam, həyat gün yoldaşı olacağam. Bu insan məni qıcıqlandıracaqmı? Bu məsələlərə baxılmır. Artıq deyirlər keçər. Hətta belə deyim, münasibət dövründə bu tanışlıqda sən artıq insanın xarakterini duyursan, mənlə razılaşarsan. Baxmalısan ki, bu anası haqqında nə fikirləşir. Baxmalısan bu keçmiş münasibəti haqqında nə fikirləşir. Baxmalısan bu görüş vaxtına gecik gəlirmi, tez gəlirmi? Yəni burada sonra düzələr kimi faktorlar mənə elə gəlir ki, bu məsələləri də daha çox qabardır. Bəli, və burada bir məsələni də qeyd eləyim. Əslində birinci növbədə insanın ehtiyacı olan şey onun özünü tanımasıdır. İnsan özünü tanıyarsa, özünə uyğun insanı seçməsi rahat olar. Bəli. Amma özünü bir tərəfə buraxıb ancaq başqalarını tanımağa çalışdıqca fikir verin tanıyıb qutara bilmir. Heç cür münasibət qura bilmir. Çünki onun olmadı, bu birisinə olmadı, bu birinə olmadı. Niyə olmadığını bilmir. O biri niyə oldu onu da bilmir. Ona görə daha sonra ailə həyatında problemlər çıxır. Birinci növbədə insan özünü tanımalıdır. Onsuz da özünə oxşayan bir insanı. Kimin ona uyğun olduğunu və ya olmadığını Özünü müəyyən tanıyandan sonra eləməlidir. bu Bəli, çox bəli, rahatdır. bəli. Yəni ki, öz xarakterini bu adam bilsin. İkincisi, ən əsas məsələlərdən biri. Biz birlikdə yaşayacağıq, amma nə sən mənim tanıdığım adam olasan axıra qədər, nə də mən. Həyat dəyişiklik deməkdir. Mən səndə olan dəyişiklikləri də qəbul etməliyəm. Özümdə olan dəyişiklikləri də yaxşı müşahidə etməyi bacarmalıyam. Axı mən 25 yaşındakı kimi qalmayacağam, qalmamalıyam. Düzdür, faktiki olaraq qalmır da. Yaş artdıqca Bəli. dünya görüşü və Burada hətta s. biz dəyişikliyi bəzən problem kimi deyirik. O belə deyildi. O bizim böyüməyimizə bir təkan olur. Bizim inkişafımız Bəli. deməkdir, dəyişmək deməkdir. Yəni bu dəyişməyin içərisində mən qəbul etməliyəm ki, yaxşı, bu adam indi belədir. Amma bu dəyişəcək, müəyyən dəyişikliklər baş verəcək, eyni şey məndə baş verəcək və mən bu dəyişikliklərlə birlikdə yaşayacağam. Yoxsa 5 il əvvəl sərf eləyirdim, 5 ildən sonra yoxsa biraz dəyişdim, belə oldu, elə oldu, maraq dairən dəyişə bilər, hər şey dəyişə bilər. O zaman da mənimki səndən qutardı, belə olmaz. Bu deməkdir ki, mən yerimdə saymışam. Sənin də yanına çoxsaylı cütlüklər yaxınlaşır. Yəni bu problem ailə daxili münasibətlərlə bir-birlərinə şikayətləri əsasən nə olur? Yəni aydın məsələdir ki, ailəni saxlamaq istəyirlər. Amma əsas qlobal nə şikayətlər olur ki, bu ailəni belə deyim ki, bu zəlzələdən qorumaqları üçün. Əslində bizim praktikada daha çox gördüyümüz cütlüklər yox, təkliklər olur. Peki. Çünki yəni daha çox qadınlar həqiqətən həll etməyə meylli olurlar. Kişilər daha çox görməməyə meylli olurlar. Təbii ki, qadınlar gördükcə daha çox problem yaşayırlar. Kişilər görmədikcə daha az problem yaşayırlar. Çünki problemin özü də axı bizim verdiyimiz mənaya görə dəyişir. Ancaq oturub həll etməyə, yəni belə deyək, kompromisə getməyə, gəl mən də müəyyən şeylər ortaya qoyum, sən də müəyyən şeylər ortaya qoy. Bunu həll edək, ortaq məxrəcdə görüşək fikri mənim müşahidəmə görə daha çox qadınlar bunu daha yaxşı edirlər. Qadınlar bir mənalı olaraq, Bəs yəni şikayətləri nədədir? Yəni əsasən onlar nədir şikayət? Bu maddimi çətinlikdir, xəyanətdirmi və ya ayrı digər sosial məsələlərmidir? Yəni şikayətləri nədir ki, bu günləri ən qlobal ki, hansı ki doğrudan təsir eləyir bu ailə hər bir münasibətlərinə? forma var burada. Amma inanın ki, bəlkə də ən axırıncı bunların içində maddiyyat gəlir. Əsasən bəlkə də bir üst başlıq altında bunları toplasaq, hörmət deyə bilərik. Bayaq dediyimiz hörmət. Ailənin ailə kimi görülməsi deyə bilərik. Yəni tutaq ki, kişi
qadından müəyyən hərəkətlər gözləyir və bunu görə Diqqət bilməyəndə gözləyir. problem olur. Eyni şəkildə qadın kişidən bunları gözləyir və bunu görə bilməyəndə problem olur. Və maraqlı burasındadır ki, biz kimi nə ilə ittiham eləyiriksə, həmin adamla o cür davranır. Yəni aqressiv dediyimiz adama gedib aqressivlik göstərir. Məsəl üçün mənə də müraciət eləyəndə çox son zamanlar mənə diqqət göstərmir kimi boşanma səbəbi ilə yaxınlaşırlar ki, mən səbəb nədir? Mənə diqqət göstərmir. Yəni ki, bu səbəbə görə boşanmaq düzgündürmü? Yəni diqqət göstərməməyə görə və yaxud bu diqqətin arxasında ayrı digər məsələlər var ki, çox vaxt müşahidəmə görə də və praktikamda görə də kişilərin çoxu özləri boşanmağa getməyə meylli olmurlar. Evdə elə şərait yaradırlar ki, qadın artıq məcbur olur ki, yəni ailə Kişi münasibətlərində qoruma instinktdəndir deyə. Bəli, yəni ailə qadın məcbur olur. Yəni kişilər amma evdə həmin diqqətsizlik, saymamazlıq, bəzi xanımlar var ki, deyir ki, məni saymır, artıq hansısa deməli ailədən kənarda münasibəti ola bunu mənə deyir, etiraf eləyir. Artıq bu kişi burada gözləyir ki, xanım özü getsin, sənədləri versin, boşanmaya müraciət eləsin və s. Yəni ona görə bunu mən vurğulamaq istəyirəm ki, burada bu günləri həmin o diqqətsizlikdir və s. digər hər bir halda bunlar hamısı gəlir hörmətə dayanır ki, əgər hörmət bitdisə, deməli ailə münasibətləri Bilirsiniz, bu boşanmanın səbəbləri deyirik, niyə boşanmalar artıbdır? Əslində boşanmaların artmasının bir nömrəli səbəbi boşanmanın artıq rahat bir seçim olmasıdır. Belə olunca adam hərrəm fırram onu seçir. Amma boşanma rahat bir səbəb olmasaydı, bu qədər artmazdı. Mütləq orada başqa cür nələrsə həll olunardı. Daha əvvəllər olduğu kimi. Əvvəllər ideal idi demirəm. Niyə boşanma bir seçimdir demirəm. Amma insanlar fərqində olmadan, çünki heç kim boşanmaq istəməzlər durduğu yerdə. İnsanlar fərqində olmadan bunu bir seçim kimi yuxarı başa çıxarıblar və orada gedirlər buna dəyirlər, buna da gedirlər bura dəyirlər, ortada da onu götürürlər. Asanlaşıb. Yəni asanlaşıb və bu günləri sosial şəbəkənin, yəni informasiya mübadiləsinin açıq olması, əlçatanlı olması bu əsas səbəblərdən biri kimi qiymətləndirmək olarmı? Əlbəttə, dünən deyək ki, birisi öz həyat yoldaşının, bu fərqi yoxdur qadın ya da kişi, öz həyat yoldaşını 2 nəfərlə müqayisə eləyirdisə, bu gün 7 milyardla müqayisə eləyir. Bu gün qarşısına sosial şəbəkədə hər cür çıxan formada insanla müqayisə eləyir. Üstəlik axı sosial şəbəkədə hamı idealdır, hamı əladır, hamı xoşbəxtdir. Həmin ailələrə mən marketinqin qurbanı deyirəm. Nəyə görə? O baxırlar bu lüks hədiyyələr, evlər, maşınlar və evdə oturan bir evdar qadın əgər həmin maddi nemətləri yox deyir, niyə mənim olmasın? Və qısqanclıq zəminində, yəni ki, buna sövq eləyir, yəni tələb eləyir ki, get, al, gətir, amma bu ailəyə gələndə bu şərait olmayıb. Yəni ki, bunlar da bir faktor kimidir. Bir məsələ insanın bir problemi həll etmək istəyirsə insan, onun üçün qoyduğu sualı düzgün qoymalıdır. Biz sual qoyuruq, ona görə həll edirik məsələlərimizi. Məsələn, sual qoyanda ki, sən mənə nələr edirsən, bunun cavabı heç də pozitiv gələ bilməz. Neqativ bir çox informasiyalar tökülür orada. Bir də var ki, mən sual qoysam ki, bu problemdə aramızda yaşanan bu problemdə mənim payım nədir? Mənim dəxlim nədir? Mənim hissəm nədir? deyə özümə yönəlik sual verəndə mən bu məsələnin həlli üçün ciddi bir addım atmış olaram. Burada məsələ haqlılıq məsələsidir. Biz orada itiririk. Mən deyirəm, mən haqlıyam, sən deyirsən, sən haqlısan. İki haqlı, iki xoşbəxtliyi tapmayan adam olaraq ya davam edirik, ya da ayrılırıq. Bax, seçməliyik ki, mən haqlı olmaq istəyirəm, yoxsa problemi həll etmək istəyirəm. Problem həll elə olmur.
Gərək biz öz üzərimizə götürək və o şəkildə həll edək. Bax, heç bir şey bir tərəfli deyil. Heç bir şey bir mənalı deyil. Tutaq ki, ailə quruldu, hər şey gözəl, amma bir müddət sonra baxırsan ki, qadın qadınlıqdan vaz keçdi. Niyə? Çünki onun artıq övladı oldu. O birbaş elə ana oldu ki, elə heç vaxt qadın olmayıb. Qadınlığı buraxdı. O zaman kişi artıq baxır ki, bunun qadını yoxdur. Və ya əksinə. Kişi çox romantik idi, çox anlayışlı idi, çox qayğı göstərirdi. Bunlar bir evin içinə girdilər. Kişi oldu iş adamı, iş insanı. Vəssalam. Ancaq işi var, başqa heç nəyi yoxdur. Bunun ancaq dostları var, başqa heç nəyi yoxdur. Yəni ailə məsuliyyətini dərk eləmir ki, mən ola bilər də dünən saat 12-də 1-də gəlirdim, amma da 12-də 1-də gələ bilmərəm. Axı da mənim ailəm var. Bax, hələ infantil deyirik də, uşaqlıqda qalıb. Yəni o böyüyə bilmir, yetkinləşə bilmir ki, mən məsuliyyət götürməliyəm. Mənim ailəm var və ya bir qədər sonra da övladım ya da övladlarım var. Mən bunlara qarşı məsuliyyət daşıyıram. Burada söhbət çətinlikdən, əziyyətdən getmir ha. Söhbət xoş bir şəkildə məsuliyyət daşımaqdan gedir. Hamı övladını sevir. Amma bu sevgini necə ona bildirmək, ona göstərmək? O artıq sevdiyin adamın tərzinə görə olmalıdır. Yəni mən öz tərzimə görə səni sevə bilmərəm. Sənin tərzinə görə sənə sevgi göstərməyim daha düzgündür. Bu günləri sosial şəbəkələrdə də bu yağları qeyd elədik. Ümumiyyətlə güclü qadın, tək sosial şəbəkələrdə yox, ümumiyyətlə bu son zamanlar güclü qadın, heç mən o termini xoşlamıram. Yəni qadın zəif olmalıdır və s. Və güclü qadının bu ailə münasibətlərinin dağılmasında rolu nə kimidir? Və yaxud doğrudanmı güclü qadın güclü olub, maddi, yəni asılılığı olmayan bir xanım artıq ailəyə istəmir bağımlı olsun, istəyir sərbəst olsun, ayrı həyatı olsun və öz həyat yoldaşına, cütlüyünə qulluq etmək istəmir. Bunun rolu varmı, yoxsa bu ancaq bir deyimdir belə deyim? Burada deməli güclü qadın hissəsi, yəni bir o anlayış əslində qadını kişi ilə bərabərləşdirmə layihəsidir da belə deyək. Bu da axı mümkün deyil, təbiət olaraq mümkün deyil də. Biz hara filansaq bu mümkün deyil. Hüquqi olaraq bərabər ola bilərik, amma yəni quruluş olaraq, hər şey olaraq qadınla kişi təbii ki fərqlidir də. Yəni iki kişi bir-birindən fərqlidir, iki qadın bir-birindən, ümumiyyətlə insanlar bir-birindən fərqlidir. O ki qala qadın və kişi olsun da bu. Və burada bilirsiniz, güc deyəndə söhbət əgər maddiyyatdan gedirsə, biz ona baxmalıyıq ki, bizə güclü deyəndə nəyi təlqin edirlər? Sadəcə maddiyyatdır, başqa heç nə. Ya qadın başqa necə güclü ola bilər ki? Əgər maddiyyatı güc olaraq qəbul etməyə biz könüllüyüksə, ona bir şey deyə bilmərəm. Amma məncə maddiyyat güc deyil. Güc maddiyyatı təmin edə bilər, amma maddiyyat güc deyil. Güc bir mübarizəyə səsləyir insanı və o qadın artıq yavaş-yavaş kişiyə çevrilir. Baxın, tədqiqatlar bunu göstərir. Qadın kişinin işlərini gördükcə, bəli, təsərrüfat işləridir və s. ümumiyyətlə belə bu nə bilim gedir iş yerində işləyir, gündə 8 saat işləyir. Kommunalları ödəyir, bazarlığı eləyir. Bəli. Yəni avtonəqliyyat vasitəsi xarab olanda təmirə aparır. Bu artıq qadınlıqdan yox, kişidən. Kişi işləri deyək də, dırnaq içində deyirəm əlbəttə ki, bu zaman qadına kişi hormonu lazımdır. Kişilik hormonu qadına o zaman ehtiyacdır. Və qadında bilirsiniz, qadında kişilik hormonları var, kişilərdə qadın hormonları var. Sadəcə cinsiyyət orada fərqlənir ki, kişidə kişi hormonları daha yüksək dərəcədədir deyə o olur kişi, o biri də qadın. Amma bu dəfə qadına bu işləri görmək üçün kişilik hormonu bol-bol ifraz eləməlidir, daha çox ifraz eləməlidir. Bu dəfə artıq qarşında qadın görə bilmirsən. Baxırsan ki, o da bir kişidir. Kişi də baxır ki, mən yəni kişi ilə yaşamaq üçün ailə qurmamışdım axı. Mən qadınla yaşamaq istəyirdim də. Yəni zəriflik, mərhəmət, şəfqət, övladlarına qarşı sevgi, bax bunlar kişilərin çox bacarmadığı şeylərdir. Hansı ki, qadınlar bunun zirvəsidir.
Hı hı. Qadın bunları itirməyə başlayır yavaş-yavaş. O da olur zəhmli, o da olur aqressiv, nə bilim, o da Və olur xaos dırnaq içində evdə. güclü. Artıq başlayırlar iki qoç Bəli. bir qazanda baş qaynatmağa. Təbii ki, bu O da mümkün olmur. mümkün deyil. Təbii. Bir də bu ailə daxili münasibətlərin deməli korlanması ərəfəsində hansı, nə zaman mütəxəssisə müraciət olunmalıdır ki, yəni boşanmalar artmasınlar? Yəni mütəxəssis müdaxilə eləsin öz fikirləri ilə, köməkliyi ilə ki, boşanmalar artmasın. Təşəkkür edirəm. Çox gözəl sualdır bu və bəlkə də ən vacib məsələlərdən biridir. Belə ki, əlbəttə bu gün statistik olaraq boşanmaların sayı kifayət qədər çoxalıb. Ancaq hər halda elə düşünmürük ki, bu ailələr bütün hər bir yolu yoxlayıblar, əllərindən gələn hər şeyi ediblər, ancaq artıq çarə olmayıb son çarə olaraq boşanmaya üz tutublar. Bu heç də belə deyil. Və burada ən nəzərdən qaçırılan məsələ məhz bax bu mütəxəssis məsələsidir. Yəni məsələn bu gün boşanma sizə də məsələn müraciət edəndə nə olur? O bir mediasiyadan keçməlidir. Bəli. Mediasiya nədir? Barışıq. Mediasiya odur ki, bir bax gör, yəni əsəbləşmiş ola bilərsiniz, falan problemlər ola bilər. Bəlkə nəsə bunun bir yolu var. Amma o təbii ki, o nöqtəyə gələndə artıq bir çox şeyi dağıtmış ola bilər. Ancaq nə gözəl olar ki, bu gün o şəkildə müraciət edən insanlar da var. Bu çox sevindirici haldır. Gənc ailədirlər. Hətta mən sizə deyim ki, nişanlı şəkildə müraciət edənlər var. Hətta nişanlanandan əvvəl müraciət edənlər var. Bax ki, biz bir-birimizə uyğunuq yoxsa yox. Məndə belə bir fikirlər var, onda belə bir fikirlər var. İndi bir dənə siz düşünün, bu cür ailə qurmaq var. Bir də necə gəldi qurmaqlar. Ona görə planlı şəkildə, ailələr də planlı şəkildə olmalıdır. bəli, ağılla. Həm qurulmalı. ailə hesab edirəm, həm ailə planlı şəkildə olmalıdır. Həm övladın dünyaya gətirilməsi planlı şəkildə. Bu günləri maddi imkanı olmayan şəxslər ailə qururlar və tez hamısı da cəmiyyətin təsiri altında bir şey yoxdur, uşaq yoxdur deyərək onları sövq edirlər. Əslində hər şey planlı olmalıdır. Ailə də, nişanlılıq da, uşaq da və onda sağlam bir, yəni şəxslər eyni istiqamətdə baxırlar. Planlarını eyni istiqamətdə qururlar. Yəni fərqli belə deyək ki, yöndə deyillər. Eyni istiqamətə baxmaq çox vacibdir hesab eləyirəm. Tamamilə doğrudur və ona görə də bu ailənin başdan qurulması məsələsi çox önəmlidir ki, düzgün qurularsa, ehtimal ki, düzgün də davam edər. Bu düzgün qurulmadığına görə son nöqtədə ayrılma ilə nəticələndə biz əsasən son nöqtəyə baxırıq. Amma ora sondur da, ora nəticədir. Ora gələnə qədər yollar var axı. Düzdür. Onlara da baxmaq lazımdır. Ona görə məncə hər bir insan çox gözəl daxilində bilir ki, mən bir mütəxəssisə gedim. Mən bir danışım, mən bir soruşum. Bəzən bu videolara, xüsusilə qısa videolara baxmaqla insanlar elə bilirlər ki, yəni hansısa bir problemlərini həll elədilər. Bu belə deyil. Onda biz elə ancaq videolarda danışar bu cəmaət da heç kim fərdi şəkildə işləməzlər. Bəs bu insanlar fərdi şəkildə niyə işləyirlər? Çünki fərd olaraq sizin probleminiz başqadır. Sizin yanaşmanız, sizin dünya görüşünüz, sizin xarakteriniz, nə bilim, sizin fərdi psixoloji xüsusiyyətləriniz, bunlar hamısı ayrıdır. Və biz buna görə baxırıq. Bir də bu videolar dedin, bu ümumiyyətlə düzdür, bu TikTokdur, sosial şəbəkə, Instagramdır, orada mütəxəssis, bir də görürsüz ki, qeyri-mütəxəssis olan şəxslərin söylədiklərini qulaq asırlar, onların deyimi ilə hərəkət edirlər. Bu da doğrudan qeyri-professional bir məsələyə gətirir və doğrudan ailə dağılmalarının yəni çox faizi ona da istinad etmək olar. Hətta baxırsan ki, eyni sahənin mütəxəssisləri qanuni olmadığı müddətcə fərqli fikirlər irəli sürürlər. Bu insanlara qəribə gəlir. Mən həmişə deyirəm ki, bu heç bir qəribəlik yoxdur. Əksinə, əlbəttə ki, bütün mütəxəssislər eyni şeyi deməyəcək ki. Onda elə bir nəfər bəs idi də. Düzdür. Bir var siz bir yerdən qanun oxuyursunuz. Bəli. Bu qanundur. Bunu da siz də oxusanız, mən də oxusam, o da oxusa, bu budur da, yəni Bu da maddə isə budur. mütəxəssisin fikridir, rəyidir. Bir də var ki, bəli, siz
buna rəy verirsiniz. Bu qanunun harda necə istifadə Bəli. olunmalı olduğunu bildirirsiniz. Bəli. Yəni şərh verirsiniz Bəli, buna. bəli. Bu artıq siz başqa bir tərəfdən yanaşarsınız, o biri başqa bir tərəfdən. Mövqelər Bu çox fərqlidir. normaldır. Və insanlar baxır, bu bunu dedi, o onu dedi, bu bunu dedi. O da özünə görə sərf eləyən formada nəticəsini çıxarır. Sərf elədiyini götürür və müsbət nəticə Bəli, olmur. və ona görə hərəkət edir. Axı belə olmaz. Bunun bir yəni obyektiv bir forması olmalıdır ki, sən gedəsən və özünə görə, güvəndiyin bir insanın yanına gedəsən və ondan dəstək istəyəsən. Bu bir xidmət alma deməkdir. Bu bir əskiklik deyil. Həkimə getməyin əskiklik olmadığı kimi, sənin yəni qolun ağrıya bildiyi kimi, dişin, qulağın, burnun, mədən ağrıya bildiyi kimi psixikada da bunlar baş verə bilir. Düzdür. Və bunun üçün mütləq mütəxəssisə getmək lazımdır. Yəni bu gün ən nə qədər qanunu biz bilsək belə, bizim məhkəmədə vəkilə ehtiyacımız var. Yəni Bəli. sən mütləq vəkil tutmalısan. Yox, bu günləri inanırsınız ChatGPT-yə vururlar, iddia ərizələrini yazırlar, sonra da səhv müraciət Əlbəttə, eləyirlər. əlbəttə. Yəni elə olmur. Hər şeyin öz yeri var. Mütəxəssisin də rəyi əsas rəylərdəndir. Yəni hətta məhkəmələrdə də psixoloqun, ekspertin rəylərindən istifadə olunur, vacib faktorlardandır. Bir də bu xoşbəxt ailə qurmaq üçün 3 şərt, əsas hansı şərt olmalıdır ki, doğrudan ailə xoşbəxt olsun? Birinci növbədə insanın özünü tanıması. İkinci növbədə ailənin nə olduğunu bilməsi, münasibət nədir, necə qurulur və üçüncü növbədə qarşı cinsin xüsusiyyətlərini bilməsi. Baxın, o adamı demirəm. Elə təkcə tutaq ki, oğlandırsa qızın, qızdırsa oğlanın xüsusiyyətlərini, ümumi xüsusiyyətlərini bilməsi belə ona kömək eləyər. Baxırsan ki, yəni bir kişi ondan soruşaq, deyək ki, ümumiyyətlə səncə qadın necə varlıqdır? Bax, o buna necə cavab verirsə, əmin olun gedir həyat yoldaşı ilə o cür davranır. Əgər o deyirsə ki, qadın çox gözəl varlıqdır, qadın çox zərif varlıqdır, qadına daim diqqət göstərmək çox yaxşı olar. Əslində qadın sevərsə çox gözəl sevir. Bax belə xoş Bəli. ifadələr işlədirsə, əmin olun o qadınına çox gözəl davranır. Ya da əksinə və yaxud da eyni şəkildə bir qadından biz soruşsaq ki, kişi necə bir şeydir? Bu kişi necə bir Bəli. şeydir? O kişi psixologiyası haqqında nə qədər məlumatlıdır? Bax, məlumatlı olmadığına görə, çünki bir ümumiləşmiş məlumatlar var. Bəli. Bir də spesifik. Yəni mən öncə qadın və ya kişi psixologiyasını bilməliyəm. Daha sonra da özümünkünün psixologiyasını bilməliyəm. Mən ümumini bilmədən fərdiləşdirə bilmərəm. Əvvəlcə ümumi xüsusiyyətləri biləcəm. Hamı psixoloq olmayacaq, Bəli. amma hamı gördüyü işi ən azı o qədər bilir. Yəni siz aşpaz deyilsiniz, amma yemək bişirə bilirsiniz. Düzdür. Falan kəs tarzən deyil, amma tar çala bilər. O müğənni deyil, amma bir mahnı oxuya bilər. Biaqlar, yəni dediyimiz kimi də elementar olaraq tanımaq üçün əsas elə o elementar sualları, bu anasına necə münasibəti var, nə bilim keçmiş sevgili münasibətləri necə olub, yəni elementar bir şeylə özləri üçün rəy Bu götürə çox bilərlər. vacibdir, bunu da Bəli. vurğulayım. Bəli, çox doğru dediniz ki, bu çox önəmlidir. Məsələn, gənclər əgər bizi izləyərlərsə, baxın, o romantik dönəmdə əsas olan sizin belə deyək, partnyorunuzun sizə olan münasibəti deyil. Bəli. Sizdən başqa kim varsa onlara olan münasibət. Bəli, çünki təbii ki, ən gözəl, ən yaxşı vəziyyətini göstərir qarşı tərəfə. Bəli. Baxın görün ofisiantla necə davranır. Bəli, mən O nə bilim park yerinə baxan adamla necə davranır, usta ilə necə davranır, nə bilim bir dostu ilə necə danışır, hansı sözləri işlədir. Yəni bir çox yox, bir qədər sonra, çünki sizlə də maska eyni düşəcək. münasibətə gələcək. Təşəkkür edirəm Elver, bu gün xoş oldu. Çox sağ olun. İnşallah yenə görüşərik, yeni belə faydalı müzakirələr edərik. Təşəkkür edirəm, edirəm. çox sağ olun.